ilin həbsindən bir ay ötdü. Onu niyə həbs etməyə məcbur oldular? Mən bu suala cavab kimi sizə 2 nəfərin mülahizələrini təqdim edəcəm. Yəni bunlar olmadan da Azərbaycanlılar, eləcə də Azərbaycandan olan informasiyalarla və Azərbaycanla maraqlanan bütün dünya siyasiləri Əli Kəriminin nəyə görə həbs edildiyini yaxşı bilirlər. İlham Əliyev də onu nəyə görə həbs etdiyini əla bilir. Amma hər halda öncə tanınmış şair Ziyadət Cahangirin yorumu ilə başlayacağım. Çünki ələ ala bilmədilər, ram edə bilmədilər, onu qorxudub sustura bilmədilər. Onunla siyasi rəqabət apara bilmədilər. Fərq ölçüyə gəlməz idi, bacara bilmədilər. Onu nə qədər küncə sıxsalar da zərərsizləşdirə bilmədilər. Ona 100 cür çirkab atsalar da ləkəliyib sıradan çıxara bilmədilər. Onu necə ağ yalanlarla qaralamaq istəsələr də gözdən sala bilmədilər. Onu hansı silahla vurmaq istəsələr də silah özlərinə qarşı çevrildi. Onu hansı xainin əli ilə vurmaq istəsələr də iftira xainin özünü vurdu. Üstünə ölkənin bütün şərçilərini səfərbər etsələr də onu təslim edə bilmədilər. Hər dəfə o qazandı. Ona nə qədər mənəvi və fiziki işgəncə yaşatsalar da əzmini, ruhunu qıra bilmədilər. Bütün siyasi platformaları onun üzünə qapadıb, yox saymaq istəsələr də o siyasi səhnədə hamıdan çox var oldu. Müxalifət aləmində ona bir avtobus rəqib yaradıb, xalqı allatmaq istəsələr də yenə müxalifət lideri statusuyla o irəli çıxdı. Onun intellekt səviyyəsi ilə yarışa bilmədilər. Onun natiqlik istedadından çəkinib, üz-üzə debata girə bilmədilər. Onun dürüstlüyündən, cəsurluğundan qorxub qarşısına çıxa bilmədilər. Onun təşkilatı kimi ideallara söykənən sarsılmaz təşkilat qura bilmədilər. Onun cəbhəçilər qvardiyası kimi polad qvardiya yarada bilmədilər. Onun təmizliyindən qorxub əlini sıxa bilmədilər. Onun kimi xalqı qucaqlaya bilmədikləri üçün çıxış yolunu qollarına qandal vurmaqda gördülər. Amma hər zamanki kimi yenə o qazanacaq. Kiçik həbsxana hücrəsində belə o qazanacaq. Hərçənd o şərin qarşısında göstərdiyi dik duruşuyla çoxdan qalibdir. Və onun üçün də ədalət zamanı gələcək, hökmən gələcək, irticanın şər dəstəsini qorxudan da budur. Azərbaycan siyasi tarixinə Əli Kərimli adlı bir fenomen, bir cəsur ürək simvolu olaraq düşəcək. Bunu yaşayıb da görəcəksiniz.